Salam hər kəs, bugünkü podkastımıza xoş gəlmisiniz. Bizimlə TurboLob komandasından cənab David var. Gəlin onunla qısa bir söhbət edək. Salam, bugün necəsiniz? Salam Şia, salam hər kəs. Məni bugün podkasta dəvət etdiyiniz üçün təşəkkür edirəm. Uzun müddətdir ki, burada olmaq və sizinlə eləcə də bütün auditoriyamızla söhbət etmək üçün belə bir fürsət gözləyirdim. Beləliklə, gəlin ilk sualımıza keçək. Əlbəttə, TurboLob nədir və hansı problemi həll etmək üçün yaradılıb? TurboLobun nə olduğu haqqında danışmazdan əvvəl məni tanımayan insanlar üçün əslində kim olduğum barədə qısa bir təqdimat etmək istərdim. Baxmayaraq ki, biz hər gün qlobal zon zəngləri adı altında çoxlu zənglər edirik. Mən Dev. Çoxları məni layihənin qlobal səfiri kimi tanıyır. Çoxları məni əsas tərtibatçı komanda üzvlərindən biri kimi tanıyır və bunu demək xoşdur. Mən Devəm, mənə baş icraçı direktor da deyə bilərsiniz. TurboLobun nə olduğu haqqında danışmaq istəsəm, onun bir platforma, yaxud daha doğrusu bir ekosistem olduğunu demək istərdim. Çox şaxəli bir ekosistem. Həqiqətən ehtiyacınız olan hər şey TurboLobda kripto, defi baxımından yaxşı təmin edilib. İnvestisiya planları və daha doğrusu bu bütün investisiya səyahətini sadələşdirə bilən bir ekosistemdir. Əla. Başqa bir sual isə bugün minlərlə defi layihəsi var, TurboLobu fundamental olaraq fərqli edən nədir? Əslində TurboLobun digər layihələrdən fərqli olduğunu iddia etmək üçün çoxlu səbəblərimiz var. Çünki hazırda bazarda minlərlə layihə mövcuddur. Demək olar ki, mərkəzləşdirilməmiş olmaq və real gəlir əldə etmə yolları ilə davamlı olmaq bu layihəni digərlərindən fərqləndirə bilən əsas açarlardır. Vay, yaxşı. TurboLob ekosistemini heç vaxt defi istifadə etməmiş biri üçün sadə dillə izah edə bilərsinizmi? Yaxşı, əslində bizdə jargon yoxdur. Bizdə mürəkkəblik yoxdur. Bütün komandamız bu konsepsiya üçün sizi, dostlarımı, mürəkkəblikdən və mürəkkəb strukturlardan uzaqlaşdırmağa çalışıb və biz super sadə bir strukturla gəlmişik. Bilirsiniz, digər xüsusiyyətlərdən başqa 4 investisiya planımız var və etməli olduğunuz yeganə şey sadəcə pul kisənizi birləşdirmək, bir plan seçmək, depozit qoymaqdır. Gəlin. Qazanc səyahətiniz başlayacaq və sonra siz tələb etməkdə, mürəkkəbləşdirməkdə və ya nə etmək istəyirsinizsə sərbəst olacaqsınız. Vay, yaxşı. Bəs TurboLob yalnız yeni depozitlərə güvənmək əvəzinə necə davamlı gəlir yaradır? Yaxşı, bu əslində çox insanın verdiyi əsas sualdır. Bilirsiniz, bizim müxtəlif gəlir əldə etmə yollarımız var və onların hər biri likvidlik hovuzunda olmağa aparır. Ancaq hesab H-Pool bütün depozitlərin birbaşa gedəcəyi yerdir. Bundan başqa bəzi rüsumlar yaradan turbo sistemimiz var, yenə bəzi rüsumlar yaradan turbo sistemimiz var, depozitinizin edilməsi, depozitin və hovuzundan keçməsi, bilirsiniz, hər şey şəffafdır. Bütün bu rüsumlar, bilirsiniz, bu bir tərəfli proses deyil. Bizim 3 gəlir əldə etmə yolumuz var. Onların hər biri rüsum yaradır və bu rüsum mənfəət kimi istifadə olunacaq və bu layihənin davamlılığına zəmanət verən məhz budur. TurboLob komandasının nə qədər peşəkarlıqla irəlilədiyi və uzun müddət işləməyə davam etdiyi məhz budur, öyünmək olmasın. Bəs nə üçün protokolun təməli kimi Binance Smart Chain seçildi? Beləliklə, hər kəs bilir ki, Bastia zənciri indiyə qədərki ən populyar və ən sürətli zəncirlərdən biridir və eyni zamanda biz insanlarımızın, istifadəçilərimizin, TurboLob hessimizin yüksək rüsumlar və vergilərlə qarşılaşmasını istəmirik. Buna görə də Binance Smart Chain seçilib. Hər şeyi Bastia Explorer'də blockchain vasitəsilə asanlıqla izləmək və tapmaq olar. Kriptoda ən böyük narahatlıqlardan biri təhlükəsizlik. Yaxşı. TurboLob istifadəçiləri qorumaq üçün hansı təhlükəsizlik tədbirlərini həyata keçirib? Beləliklə, şübhəsiz ki, layihənin bir hissəsi olmaq istəyən hər kəs bəzi mühüm xüsusiyyətlərin lazım olduğunu başa düşəcək. Bilirsiniz, bu xüsusiyyətlər üçün bəzi maraqlı tələblər olmalıdır. Təhlükəsizlik və mühafizə bizim ötüşə bilməyəcəyimiz şeylərdir. Buna görə də layihəmizi 2 şirkət Highest Crypto və Solidity Scan tərəfindən müstəqil şəkildə audit etdirmişik və demək xoşdur ki, biz ən yüksək təhlükəsizlik dərəcəsinə çatmışıq. Bilirsiniz, digər tərəfdən biz hər şeyi insanlarımız, cəmiyyətimiz üçün əlçatan etmişik. Və bir çox insan smart müqavilələrin dəyişdirilib bilməyəcəyini soruşur. TurboLob həqiqətən mərkəzləşdirilməmişdirmi? Və mülkiyyətin elan edilməsi nə deməkdir? Yaxşı, şübhəsiz. Sizə dediyim və əvvəllər qeyd etdiyim kimi TurboLob tam mərkəzləşdirilməmiş bir layihədir. Yaxşı. Çünki onun yalnız bir müqaviləsi var. Bu müqavilə audit olunub, imtina edilib və mərkəzləşdirilməmişdir. Bunu asanlıqla sübut etmək olar. Dünyanın harasında istəyirsinizsə layihəni yoxlatdıra bilərsiniz və bir cavabla qarşılaşacaqsınız. Mərkəzləşdirilməmişdir. Digər tərəfdən komanda o qədər əmindir ki, səhv mükafatı təyin edib. Mərkəzləşdirmə əlaməti tapa bilən biri üçün $100,000 təyin edilir. Biz edirik, əlbəttə və layihəmizin mərkəzləşdirilməmiş olduğuna inanırıq və platforma şəffaflıqdan danışır. Yaxşı, şəffaflıq vacibdir. Bu bizim şüarımızdır ki, TurboLob şəffaf bir layihə və protokoldur. Yaxşı, istədiyiniz hər şey müqavilədə sizin üçün tamamilə əlçatandır. Bütün əməliyyatlar həm TurboLob saytında, həm də müqavilədə canlı göstərilir. Siz hər bir əməliyyatı izləyə və təqib edə bilərsiniz. Depozitinizin edilməsi, depozitin və 3 hovuzundan keçməsi, bilirsiniz, hər şey şəffafdır. Başqa bir sual isə müxtəlif dövrə planlarını və hər birinin kimin üçün nəzərdə tutulduğunu izah edə bilərsinizmi? Yaxşı, bunu demək xoşdur. TurboLob müxtəlif insanlar, müxtəlif şəxsiyyət tipləri, müxtəlif strategiyalar üçün yaxşı dizayn edilmiş bir layihədir. Məhz buna görə biz 4 investisiya planı təqdim etmişik. 7 gün davam edən sprint dövrü sizə 3% investisiya gəliri gətirir. İkinci dövr 2 həftə davam edən və sizə 10% investisiya gəliri gətirən sürətləndirici dövrüdür. Bu həqiqətən maraqlıdır. Lakin 3-cü və 4-cü dövrlər heyrətamizdir və ən populyar olanlardır. Çünki dayanıqlı bir layihədə olduqda uzun müddətli planlara asanlıqla keçə bilərsiniz. Bizim 30 gün davam edən və sizə 24% investisiya gəliri gətirən güc dövrümüz var, həmçinin ən üstün dövrümüz də mövcuddur. 2 ay müddətində davam edəcək və sizə 54% investisiya gəliri gətirəcək ən uzun müddətli layihə planı. Beləliklə, layihəmizin bütün gözəl xüsusiyyətlərindən əlavə TurboToken adı altında bəzi əlavə mükafatlar da təqdim etmişik. Əgər 30 günlük və ya 60 günlük planı tamamlayan birisinizsə, mükafat tokenlərinizi asanlıqla əldə edəcəksiniz. Bir daşla 2 quş vurmağın yolu məhz budur, anladınızmı? Eyni zamanda siz sabit gəlir əldə edəcəksiniz və həmçinin tokenləri. Siz TurboToken-dən danışdınız. Bu əslində nədir və ümumi ekosistem daxilində necə bir yer tutur? Oldu, əslində bunu qeyd etmək çox yaxşıdır. TurboToken layihədən tamamilə ayrı, müstəqil bir hissədir. Bunun əsas müqavilə ilə heç bir əlaqəsi yoxdur, çünki bu həqiqətən vacibdir. Bu 1 milyon TurboTokenlik məhdud təklifə malik olan TurboLob üçün nəzərdə tutulmuş bir mükafat tokenidir. Geri alım və yandırma planlarımız var, komanda layihəni mükəmməl dəstəkləyir. Layihənin özü unikaldır və TurboLob token orada sahib olduğumuzdan tamamilə ayrıdır, anladınız?
Oldu, bəs defi geri alım və yandırma mexanizmi necə fəaliyyət göstərir? Və bu token sahibləri üçün nə üçün vacibdir? Oldu, çünki turbo tokenin əslində məhdud bir təklifi var. Əvvəlki sualda qeyd etdiyim kimi. Sizə bildirdim ki, bizim məhdud təklifimiz var və bu məhdud təklif bir üstünlükdür. Çünki bir şey məhdud olduqda, qıtlığı və tokenlərin sayını müəyyən edə bildikdə, o zaman həmin tokenin qiymətinin və dəyərinin tədricən artması tamamilə normaldır. Anladınızmı? Məhz buna görə biz tokeni də dəstəkləyirik və bu istifadəçilərimiz üçün daha çox mənfəət baxımından müsbət bir addım olacaq. Anladınız? Amma dedim, bu mükafat tokenidir və diqqətinizi sonuncu qeyd etdiyim iki plana yönəltsəniz yaxşı olar. Anladınız? Paralov və Ultimate Lob. Bir çox layihədə böyük komanda pay var. Niyə TurboLob komanda token olmayan ədalətli buraxılış modelini seçdi? Oldu, əslində bunu demək yaxşıdır. Bizim komanda payımız yoxdur. Çünki biz özümüzü bu ekosistemin istifadəçiləri hesab edirik. Bu istifadəçilər üçün sabit bir müqavilədir və heç vaxt dəyişməyəcək. Beləliklə mən istifadəçiyəm, siz də istifadəçisiniz. Sizinlə mənim aramda heç bir fərq yoxdur. Və bu onu mərkəzləşdirilməmiş sistem kimi tanımağın tam olaraq başqa bir səbəbidir. Və yönləndirmə və liderlik proqramı icma qurucularını dayanıqlı qalaraq necə mükafatlandırır? Bilirsiniz, layihəmizdə çox maraqlı bir yönləndirmə sistemi var, bizdə 20 səviyyəli yönləndirmə sistemi var və bunu təyin etməyimizin yeganə səbəbi hər kəsin bu layihəni bilməsini təmin etməkdir. Anladınız? Biz həcmə xüsusi vurğu etməmişik. Biz əslində bu layihənin istifadəçilər tərəfindən daha çox tanınmasına diqqət yetirmişik. Məhz buna görə biz 20 səviyyəli yönləndirmə sistemi və 7 liderlik rütbəsi təqdim etmişik. Oldu, bunu demək yaxşıdır. Komanda icmanı öz cibindən dəstəkləyir. Anladınız? Beləliklə, peşəkar və sadiq bir komandanın layihəni dəstəklədiyini sizə deməyimin səbəbi məhz budur. Komanda yoldaşlarımın hər birini qiymətləndirir. Və icma TurboLobun uzun müddətli uğurunda hansı rol oynayır? Oldu, bunu demək yaxşıdır. Bilirsiniz, TurboLob bütün zənglərimdə TurboLobun hər kəs tərəfindən tanınmağa layiq olduğunu və hər kəsin TurboLobun mövcud olduğunu bilməyə layiq olduğunu söyləyirəm. Anladınız? Beləliklə, o maliyyə sabitliyinizi sadələşdirə və gücləndirə bilər. Və əslində sizə demişdim. TurboLob bir almaz kimidir və biz hər kəsin bu almazın mövcud olduğunu bilməsini istəyirik. Anladınız? İnsanlar bizi nə qədər çox tanısalar, TurboLob onlar üçün bir o qədər sabitlik və dayanıqlılıq təmin edir. Və insanların TurboLob haqqında sahib olduğu ən böyük yanlış təsəvvürlər hansılardır və siz onlara necə müraciət edərdiniz? Əslində çox vaxt bazarda çoxlu, əslində minlərlə layihənin olması və çoxlu sayda insanın, o cümlədən mənim də çox pul itirməyim səbəbindən bilirsiniz, mən çox layihədə çox pul itirmişəm. İnsanlar dayanıqlılıqdan narahatdırlar və digər layihələrdəki əvvəlki uğursuzluqlarından narahatlıq keçirirlər. Amma oldu, mən sizi inandırmaq üçün burada deyiləm. Mən sizi məcbur etmək üçün burada deyiləm, dostlarım. Mən sizi yanlış söhbət və yanlış məlumatla məlumatlandırmaq üçün burada deyiləm. Niyə? Çünki dedim, şəffaflıq naminə biz bütün məlumatları insanların əli çatacaq şəkildə qoymuşuq. Ehtiyacınız olan bütün məlumatlar, bütün əməliyyatlar. Bilməli olduğunuz və öz araşdırmanızı etməli olduğunuz bütün şeylər sizin üçün yaxşı təmin edilmişdir. Və TurboLob yolunun növbəti mərhələsində hansı maraqlı xüsusiyyətlər və ya inkişaflar gözlənilir? Oldu, əslində komandanın qərar verdiyi kimi demək yaxşıdır ki, yolda çoxlu yeniləmələrimiz var əslində. Turbo token onlardan biri idi və bu həqiqətən maraqlı idi. Digər tərəfdən çox yaxın zamanda istifadəyə veriləcək bir TurboLob sığorta sistemimiz var. Digər tərəfdən isə biz bəzi həftəlik yarışmalar təqdim etməyə və keçirməyə hazırlaşırıq və əslində insanların özləri ilə sağlam rəqabət aparmaları üçün sağlam rəqabət mühiti çox gözəl və maraqlı bir şəkildə. Və əslində biz çox gözəl bir yol xəritəsi təqdim edirik və tezliklə qlobal turlarımız olacaq. İnkişaf komandası müxtəlif yerlərə səyahət edəcək və layihənin bir çox aspektləri üzərində insanlarla şəxsən işləyəcək. Və bu gün başlamaq istəyən biri haqqında danışaq. Tövsiyə etdiyiniz ilk 3 addım hansılardır? Yaxşı. Bilirsiniz, bir köynək almaq istəyəndə mütləq fərqli yerlərə baxıb yoxlayırsınız. Bəli, bu da bir investisiya platformasıdır. Odur ki, öz araşdırmanızı etməlisiniz, anlaşıldı. Web saytı yoxlamalısınız. Müqavilə auditlərinə baxmalısınız. Layihənin bir çox aspektlərini araşdırmalısınız. Yaxşı tərəfi odur ki, hər gün xüsusi zənglərimiz olur. Biz bunları hər gün saat 5-də hutərcə vaxtı ilə qlobal zon zəngləri adlandırırıq. Bizə asanlıqla qoşula bilərsiniz. Digər tərəfdən müxtəlif bölgələr üçün yerli zon zənglərimiz də var. Öz yerli dilinizdəki zon təqdimatlarına qoşula bilərsiniz. Nə sualınız varsa verə bilərsiniz. Layihə ilə bağlı bütün qaranlıq məqamlar aydınlaşdırılacaq və ağlınızdakı hər şeyi cavablandıracağıq. Məsələ ondadır ki, sizə demişdim. Layihə sadə bir quruluşa əsaslanır və heç bir mürəkkəbliyi yoxdur. Çünki biz şəffaflığın sadəliklə gəldiyinə inanırıq, anlaşıldı. Məsələ ondadır ki, sadəcə pul kisənizi bağlamalısınız. Çünki bu layihədə heç bir coğrafi məhdudiyyət yoxdur. Pul kisənizi bağladıqdan sonra öz strategiyanıza uyğun bir plan seçə bilərsiniz. Bilirsiniz, bəziləri qısa müddətli investor olur, bəziləri isə uzun müddətli planı seçir. Vəssalam, planınıza asanlıqla depozit qoya bilərsiniz və bu qədər. Sonra gündəlik qazanc səyahətiniz başlayacaq və layihəmizin bütün prosesi budur. O mərkəzləşdirilməyib, çünki heç kimin müqaviləyə girişi yoxdur, anlaşıldı. İnzibatçı açarı yoxdur, sahib açarı yoxdur. Üçüncü tərəfin müdaxiləsi yoxdur və mən burada layihənin qlobal səfiri kimiyəm. Vəzifəsi hər şeyi insanlar üçün aydınlaşdırmaq olan şəxs, anlaşıldı, vəssalam. Bəli, olduqca sadədir. Və nəhayət bu müsahibəni izləyən və TurboLob haqqında ilk dəfə eşidən insanlar üçün bir mesajınız olsaydı. Bu nə olardı? Əslində TurboLob olmalı bir yerdir. Hər atdığınız addımın sizin üçün tamamilə gəlirli olacağı bir yerdir. İlk növbədə bu planlar tamamilə gəlirlidir. İkincisi, turbo token alacaqsınız. Üçüncüsü, çox gözəl və gəlirli bir yönləndirmə sistemimiz var. Növbəti fakt odur ki, gözəl bir ad ala biləcəyiniz bir liderlik sistemimiz var, sonra isə bəzi işə başlama bonuslarımız var. Əgər layihəni kiməsə tövsiyə etsəniz və həmin şəxs 30 və ya 60 günlük plan seçərsə, onların pul kisələrinə birbaşa bonus gələcək. Növbəti fakt odur ki, sizə həftəlik müsabiqə təqdim etmişik və əslində iştirak etməyiniz yaxşı olar. Bəli. Və ümumilikdə. Bu yeni bir şeydir və minlərlə insan tərəfindən bilinməyə layiqdir. Bilirsiniz, növbəti illər üçün üfüqümüzdən danışmaq istəsəm. 2 və ya 3 il, o qədər də uzağa getmirik. 2026 ilinin sonuna qədər. Hazırda 5000-dən çox aktiv istifadəçimiz var, 10.000-dən çox istifadəçiyə çata biləcəyimizi proqnozlaşdırıram. Çünki tədricən böyümənin ən yaxşısı olduğuna inanırıq. Sağlam bir mühit təmin etmişik və istəyirik ki, bu layihə, bu mühit hər kəsə fayda versin. Anlaşıldı, layihəni dəstəkləyirik. Qlobal səfir kimi tərtibatçı komanda ilə siz əziz istifadəçilərim arasında köprü olmaq mənim vəzifəmdir. Sizin üçün burada olduğuma görə çox şadam. Vaxtınıza görə təşəkkür edirəm. Sizinlə söhbət etməkdən zövq aldım. Ümid edirəm sizi podkastda daha çox görəcək. Təşəkkürlər, minnətdaram. Dəvət üçün təşəkkür edirəm. Burada olduğum üçün çox şadam. İştirakınıza və diqqətinizə görə hər kəsə təşəkkür edirəm.
Biz sizin üçün buradayıq. Təkrar edirəm, öz araşdırmanızı edin. Turbolob hər kəs tərəfindən bilinməyə layiqdir və hər kəs turboloqun mövcud olduğunu bilməyə layiqdir.